Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam hörmətli izləyicilər. Bugün sizi şok edəcək xəbərlərlə qarşınızdayıq. Vurulan hava limanında yanğın baş verdi, bölgədə vəziyyət gərgin olaraq qalır. Ekspertlər iddia edir ki, Tehran 2 həftəyə ələ keçirilə bilər. ABŞ isə İranın hərbi dəniz qüvvələrinə məxsus gəmiləri məhv edib. Vaşinqtonun hədəfi ürək sayılan strateji nöqtədir. Hörmüz boğazı ilə bağlı isə sensasiyalı detallar açıqlandı. Bizi izləyin. Küveytə gün ərzində 15 pilotsuz uçuş aparatı hücum edib. Konkret AS xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə zərbələr nəticəsində Küveyt Beynəlxalq Hava Limanı ərazisində güclü yanğın baş verib. Bildirilir ki, xüsusilə hava limanındakı yanacaq çənləri alovlanıb. Yaxın Şərqdə artan gərginlik fonunda İran və onun paytaxtı Tehran ətrafında baş verən hadisələr dünya gündəminin əsas mövzularından birinə çevrilib. Regionda davam edən qarşıdurmalar, xüsusilə ABA və İsrail ilə bağlı hərbi siyasi proseslər fonunda Tehranın qısa müddətdə hərbi yolla ələ keçirilə biləcəyi ilə bağlı iddialar da müzakirə olunur. Bəs Tehran kimi böyük və strateji əhəmiyyətə malik paytaxtın 2 həftə kimi qısa müddətdə ələ keçirilməsi nə dərəcədə realdır? Mövzu ilə bağlı konkret aza açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Tehran həm ölçüsünə, həm də siyasi və hərbi əhəmiyyətinə görə dünyanın ən mühüm paytaxtlarından biridir. Cavanşir Abbaslı Tehran müharibə riskinin yüksək olduğu bir regionda yerləşən və İran kimi ciddi hərbi siyasi gücə malik dövlətin mərkəzidir. ABA və onun müttəfiqi İsrail qarşısında müqavimət göstərən bir ölkənin paytaxtıdır. Şəhərə çoxsaylı zərbələr endirilsə də, burada yaşayan əhali və dövlət strukturları mövqelərini qoruyur. Bu isə onu göstərir ki, Tehranı ələ keçirmək o qədər də asan məsələ deyil. Onun sözlərinə görə, hər hansı dövlətin müstəqilliyinə son qoymaq üçün paytaxtın nəzarətə götürülməsi əsas şərtlərdən biri hesab olunur. Tehranın ələ keçirilməsi İran dövlətinin müstəqilliyinin faktiki olaraq sona çatması demək olardı. Lakin hazırki şəraitdə bu real görünmür. Bunun üçün geniş miqyaslı quru əməliyyatları tələb olunur. Amma ABA və İsrailin İran ərazisində belə əməliyyatlara başlamaq niyyətində olmadığı açıq görünür. Cavanşir Abbaslı bəzi ölkələr tərəfindən səsləndirilən iddiaları da qeyri-ciddi hesab edir. Hərbi güc baxımından zəif olan bəzi ölkələrin bu tip iddialarla çıxış etməsi reallıqdan uzaqdır. Məsələn, Uqanda kimi hərbi reytinqlərdə geri sıralarda yer alan bir dövlətin belə bir paytaxtı qısa müddətdə ələ keçirməsi barədə fikirlər sadəcə gülüncdür. Ekspert həmçinin qeyd edib ki, müharibənin qısa müddətdə başa çatacağı ilə bağlı əvvəlki proqnozlar özünü doğrultmur. ABA prezidenti Donald Trump müharibənin bir neçə həftə davam edəcəyini bildirsə də, artıq proseslərin uzandığını görürük. Bu isə onu göstərir ki, regiondakı vəziyyət daha mürəkkəbdir və qısa müddətli hərbi ssenarilər real deyil. Siyasi şərhçinin fikrincə, hazırki qarşıdurmada əsas məqsəd Tehranın işğalı deyil. Burada əsas hədəf İranı tam işğal etmək yox, onu nəzarət altına almaqdır. Xüsusilə Hörmüz boğazı üzərində təsir imkanlarının genişləndirilməsi prioritet kimi görünür. Bu baxımdan Tehranın ələ keçirilməsi mövcud planların mərkəzində dayanmır. Beləliklə, ekspert hesab edir ki, Tehran kimi böyük və strateji şəhərin qısa müddətdə hərbi yolla ələ keçirilməsi nə hərbi, nə də siyasi baxımdan realdır. Mövcud vəziyyət isə regionda uzun müddətli və mürəkkəb qarşıdurmanın davam edəcəyinə işarə edir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı, CENTCOM, İranın hərbi dəniz qüvvələrinə məxsus gəmiləri məhv edib. Oxaz xəbər verir ki, bununla bağlı görüntülər CENTCOM-un X sosial şəbəkə hesabında paylaşılıb. 10 illiklər ərzində İranın hərbi dəniz qüvvələrinə məxsus gəmilər regional sularda dünya üzrə gəmiçiliyi təhdid edir və təqib edirdi. Lakin bu dövr artıq başa çatıb, paylaşımda qeyd olunur. İran Birləşmiş Ştatların quru əməliyyatı keçirməsinə qarşı Xarq adasına əlavə hərbi qüvvə yerləşdirir. Həmçinin tələlər qurur.
Oxu24.com xəbər verir ki, İranın Xarq adası Fars körfəzində yerləşir və ölkə üçün strateji iqtisadi baxımdan ən vacib nöqtələrdən biridir. Xarq adası İranın ən böyük və əsas neft terminalıdır. Ölkənin xam neft ixracının 90%-dən çoxu məhz bu ada vasitəsilə həyata keçirilir. Ona görə də ada İranın neft ixracatının ürəyi hesab olunur. Son günlər İran adadakı əskərlərin sayını artırıb və əlavə hava hücumuna qarşı müdafiə sistemləri yerləşdirib. Amerika əskərlərinin yerüstü hücum edə bilməməsi üçün müxtəlif tələlər qurub. Bundan başqa, İran Çiyində daşına bilən Mempad sistemlərini adaya göndərib. Mempad zenit raket kompleksi kimi tanınan bir nəfər və ya kiçik bir qrup tərəfindən daşına və Çiyindən atəş edilə bilən qısa mənzilli zenit raket sistemidir. Amerika ordusu martın 13-də Xarq adasına havadan zərbələr endirmişdi. Pentagon bildirmişdi ki, İranın mina və raket anbarlarına çoxsayda hərbi obyektlərlə yanaşı 90-a yaxın hədəfə zərbələr endirilib. ABŞ prezidenti Donald Trump isə bəyan etdi ki, neft infrastruktura bilərəkdən zərər vurulmayıb. Son həftələrdə Amerika ordusu 2 dəniz piyadaları ekspedisiya bölməsini yaxın şərqə göndərib. Bölmələrin hər birində təxminən 2200 əskər var. Bu bölmələr sürətli amfibiyeniklər, reydlər və hücum əməliyyatları üzrə ixtisaslaşır. Bundan əlavə, Amerika ordusunun 82-ci Hava Desant Diviziyasından əlavə əskərlərin yaxın şərqə göndərilməsi gözlənilir. Financial Times yazır ki, Amerika Xarq adasını ələ keçirsə, İranın bütün neft ixracatına nəzarət edəcək. Həmçinin qeyd olunur ki, İran adanın Amerikanın əlinə keçməməsi üçün neft infrastrukturunu özü tamamilə məhv edə bilər. Hörmüz niyə əsasdır? Əsas məqamlar. Dünya neft ticarətinin təxminən 1/5-nin keçdiyi Hörmüz boğazı bugün qlobal siyasi gərginliyin mərkəzinə çevrilib. İranın bu dar su yolunu bağlamaq hədəsi və ya keçid rüsumu tətbiq etmək planı təkcə region ölkələri üçün deyil, bütün dünya iqtisadiyyatı üçün enerji kabusu deməkdir. Bəs Hörmüz boğazı bu gərginlikdə niyə bu qədər vacib sayılır və tərəflər hansı maraqları güdür? Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Oxu24.com açıqlaması zamanı qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla faktiki olaraq iqtisadi və siyasi böhranı alovlandırmaqdadır. Boğazın bağlı qalması ABŞ-İsrail cütlüyünə qarşı siyasi düşərgəni genişləndirə bilər. İranın ixrac etdiyi neftin 80%-ə yaxını Hörmüz boğazından keçir. Bu ölkə iqtisadiyyatı üçün fövqəladə əhəmiyyətə malikdir. Eyni zamanda Körfəz ölkələrinin də ixrac etdiyi neftin böyük hissəsi bu boğazdan keçir. Boğazda hərəkət edən gəmilər İranın nəzarəti altında olan hissədən keçsə də, bunun üçün heç bir haqq ödənilməyib. ABŞ və İsrail İranla müharibəyə başladıkdan sonra Hörmüz boğazının iqtisadi əhəmiyyəti onun siyasi çəkisini də artırıb. Dünya neftinin təxminən 20%-nin daşındığı boğazı bağlamaqla İran dünya iqtisadiyyatında gərginlik yaratmağa müvəffəq olub. İndi neft ixracatçıları da daxil olmaqla alıcı dövlətlər ciddi böhran qarşısındadırlar.